Ona görə Allah Teala deyir: "Və qalilun min ibadiyeş-şəkur." Yəni mənim şükr edən bəndələrim azdır. Və şeytan da hər bir yolla çalışır ki, insan oğlu şükr edənlərdən olmasın. Çünki şükr edənlərdən olmaq böyük dərəcədir. O dərəcəni qazanmaq istəmir. Elədir ki, günahlardan ən böyüyündən başlayır və yaxşı əməllərdən də ən böyük yaxşı əməldən başlayır ki, ondan məhrum olsun. Onu etməsin. Amma insan çalışmalıdır ki, düşməni qəzəbləndirsin, iblisi qəzəbləndirsin, Rəbbinə şükr edənlərdən olsun. Şükür əsas başlayır qəlbdən, qəlbi ilə etiraf etməkdən sonra dillə və həmçinin əməllərlə əzalarını Rəbbinin razı qaldığı yerə yönətməklə. Gözün nurunu hara xərcləyir? Qulağını hara xərcləyir? Dilini hara xərcləyir? Ən əsas bunlar və sonra Allah Teala digər verdiyi nemətlər. Ona görə insanın öyrənib əməl edəcəyi şeylər çoxdur. Və əsas da insanı düşündürən, əgər sabahladığın zaman düşündürən axirət deyilsə, axşamladığın zaman günün ərzində etdiyin səhlənkarlığı görə məşğuliyyətin tövbə deyilsə, istiğfar deyilsə, qəflət içərisindəsəndir. Bu qəflət sayılır. Yəni, qəflət də böyük insana üz verən xəstəliklərdən sayılır. Allah Teala o qəflət içərisində olanları hətta malqaraya bənzədir. Ulaikə kəl-ən'am, onlar malqara kimidirlər. Bəlhum adal, malqaradan da daha zəlalətlərlə ulaikə humul qafilun, onlardır qəflətdə olanlar. Elə bil ki, malqaranın işlədir, yemək, içmək, yatmaq. Yəni, əgər insanın elə məqsədi elə onlar düşündürən olarsa, nə olur? Qəflət. Ona görə insan müminin əsas narahat edən, düşündürən axirəti olmalıdır. Axirəti və axşamda tövbə. Yəni, bu cürdə olanda, Allah Teala dünyasını da asanlaşdırır. Dünya da onun üçün asanlaşır. Amma əksinə olanda, insan dünyanı özünə dərd eləyəndə insanın dünya qədər dərdi olur. Dünya qədər insanın dərdi olur. Hələ birindən problemdən qurtarmamış ikinci problem qapısı açılır. Ondan başqa görürsən ki, həm dünyanı əldə edə bilmir və həmçində axirətini də itirmiş olur. Allah Teala hər birimizin qəlbini islah eləsin və qəflətdən oyatsın və olan nemətlərin sabit eləsin. Və həmçinin Allah Teala istəyirik ki, hər birimizi İslam üzərində yaşasın, iman üzərində canımızı alsın. Hər birimizə gözəl sonluq nəsib eləsin.